Ola bilsin ki, Pezeşkiyan bu günləri əslində hələ rejim, ümumiyyətlə İran dövlətinin əhəmiyyətli bir hissəsi, bəlkə 90% o köhnə Molla Fars rejiminin təsiri altındadır. Pezeşkiyan düzdür, xalqın var, dəstəyi var, amma elit onun yanında deyil. Hələ hakimiyyətə yeni gəlib, öz komandasını formalaşdıra bilməyib. Hətta məsələn, onun komandasında Azərbaycanlılar bir olduqca azdır. Türklər belə olduqca azdır. Yaxud da o yanında olan islahatçı, deyək ki, başqa millətdən olanlar falanlar belə olduqca azdır. Yəni təsəvvür edin ki, bu günləri Pezeşkiyan qarşısında yalnız deyək ki, Sepah deyil, yalnız o şura deyil, həm parlamentin özü belə. Parlamentin böyük çoxluğu bu günləri o mollaların nəzarətindədir. Hər fürsətdə onu sıxışdırırlar. Bax, bu istefa məsələsi, mən istisna eləmirəm. Ola bilsin bir hissə bunu məqsədyönlü şəkildə eləyir. Baskı göstərərək, ictimai rəy formalaşdıraraq onu istefaya getməyə vadar eləmək istəyirlər. Bir hissədə ola bilsin bu fikrin yayılmasının bir səbəbi də ola bilsin Pezeşkiyan özüdür. İnsandır da, baxmır, o baskıları, o haqsızlıqları görür. İnsan da bəzən əsəbi dözmür, bəzən belə deyək, yəni düşünür ki, əgər belədirsə, mən o zaten birinci gündən nəyi deyirdi? Deyirdi, gəlin dünya ilə anlaşaq. Gəlin Avropa ilə, Amerika ilə danışaq, bu sanksiyaları götürək. Bu sanksiyalarla İran yaşaya bilməyəcək. Gec-tez bunun o pulu parası qutaracaq. Təsəvvür edin ki, bu gün İrana yalnız əsas gəlir mənbəyi neftdir. Neftin də əhəmiyyətli bir hissəsini bunlar gizlin satırlar, oğurluq satırlar. Hətta o oğurluq pullar belə gələndə yenə o mollaların əlinə gəlir. Dövlətin xəzinəsinə gəlmir. Məsələn, təsəvvür edin ki, prezident deyir ki, bu neft gəlirlərinin bir 10% məndə olsun, mən bu ölkəni yaşadaram, bu böhrandan çıxardaram. Prezident bu günləri ölkənin gəlirlərinin 10%-na belə hakim deyil. Amma qəribə ziddiyyət nədir? Bütün hər şeyi ondan tələb edirlər. Məsuliyyət onun üzərindədir. Nə bilim, sosial vəziyyət pisdir, prezidentin üzərinə gedirlər. İqtisadi problem var, prezidentdən tələb edilir. Amma səlahiyyət mollalardadır. Deməli, o yiyən, çən, çapıb dağıdanlar yuxarıda qalıb, heç kim onlardan heç nə sormur. Onların heç bir öhdəliyi yoxdur. Ölkənin bütün pulu parası da onlara gəlir. Onlar qərar verirlər. Nə qədər dövlətin büdcəsinə gələcək, nə qədər bunların cibinə gələcək, nə qədər bunların xaricdəki ağalarına xərclənəcək. Onlar qərar verirlər. Amma məsuliyyət prezidentin üzərindədir. Yəni, açığı, belə bir vəziyyətdə, yəni prezidenti mən başa düşürəm. Onun da əsəbləri dözmür, insandır, bəzən ola bilsin, deyir ki, yəni, belə davam edəcəksə, mən artıq məsuliyyəti niyə götürüm üzərimə? Çəkiləcəm qırağa. Amma mən düşünürəm ki, Pezeşkiyan nə qədər də ağır olsa, bu tarixi dönəmdə o məsuliyyəti davam etməlidir. Yəni, prezident olaraq davam etməlidir. Və indi bizə yəqin ki, dinləyirlər, qulaq asırlar. Mən Güneyli qardaşlarımıza, soydaşlarımıza da müraciət edirəm. Ümumiyyətlə, İranda o ağıl başında olan dəxli yoxdur. Türkdülər, ərəbdilər, kürddülər, bəluçdülər, farsdülər fərqi yoxdur. Mən isə bilirəm ki, bütün bu sağlam insanlar bugün Pezeşkiyanı dəstəkləməlidirlər. Onu nəyin bahasına olsun qorumalıdırlar. Bütün mənalarda qorumalıdırlar. Çünki İranın xilası bugün ona bağlıdır. Əks təqdirdə orada elə bir daxili münaqişə yaranar, elə bir necə deyirlər, qarşıdurma ola bilər, elə faciələr yaşanar ki, bütövlükdə regionu yandıra bilər. Yəni, bax, İranda baş verəcəklər. İran sonuçda hansı siyasi güclərin nəzarətinə keçəcək, İranda hansı siyasi rejim yaranacaq, o bütövlükdə bizim bölgənin taleyini müəyyənləşdirəcək. Düzdür, İranın parçalanması ideyası var. Hətta orada Azərbaycanlıların. Amma mən açıq düşünürəm ki, o yeni dünya quruculuğu ilə bağlı indi biraz bildiklərim var. Yəni, bilirəm ki, dediyim kimi güc mərkəzləri yaranacaq. Ona görə də xırda dövlətlərin parçalanması, xırda dövlətlərin olması, bunun perspektivi yoxdur. Hətta bu olacaqsa yenidən bunlar birləşəcək. Artıq dünyada böyük regional güclər yaranacaq. Yəni, o türk-müsəlman dünyasının bir güc mərkəzi kimi formalaşması qaçılmaz bir reallıqdır.